İngilis dilini öğrenen tələbələrdə gördüyüm ən böyük boşluqlardan biri odur ki, prosesə deyil, nəticəyə fokus olurlar. Siz fərqində olmalısınız ki, dil öyrənmə bir prosesdir və siz həyat tərzinizə onu uyğunlaşdırmağınız lazımdır. Necə ki, sağlıqlı bir həyatınız olmasını istəyirsinizsə, 2-3 aylıq diyetaların heç bir faydası olmayacaq, birbaşa olaraq öz həyat tərzinizi dəyişməlisiniz. İngilis dili də elədir. Siz öz həyatınızı ingilis dilinə uyğunlaşdırmalısınız. Telefon dilini dəyişə bilərsiniz, gündəlik vərdişlərinizi buna uyğunlaşdıra bilərsiniz və bu sizə kömək olacaq ki, bu prosesi sürətləndirəsiniz. Və mən hər zaman tövsiyə edirəm ki, minimum hədəflərlə başlayın. Məsələn, gündəlik 5 dəqiqə belə olsa, gündəlik 5 dəqiqə ingilis dilini öyrənmə hədəfini qoysanız, zaten əksər günlərdə siz o 5 dəqiqəni keçəcəksiniz. Ona görə də fərqində olmalı olduğunuz odur ki, bizim özümüzə verdiyimiz sözlərlə özünüzə inam hissi birbaşa bir-birindən əlaqəlidir. Yəni siz özünüzə verdiyiniz sözləri tutduqca özünüzə inam hissiniz də artır. Ona görə də kiçik hədəfləri siz yerinə yetirdikcə bu sizə daha da motivasiya verəcək ki, daha da yaxşı nəticələr əldə edə biləsiniz. Təəssüf ki, bunun əksi də keçərlidir. Yəni siz özünüzə verdiyiniz sözləri tutmadıqca özünüzə inam hissiniz düşür və siz artıq bu hansı aksiyonu görürsinizsə onu tamamlamamağa çalışırsınız. Ona görə də fərqində olmalı olduğunuz odur ki, hədəflər qoyursunuz, hədəflər əlçatan olmalıdır və minimum olmalıdır və özünüzü ingilis dilindən əhatələndirməyə çalışırsınız. Bu kitab oxumaq ola bilər, video dinləmək ola bilər, müəllimlə dərs keçə bilərsiniz və ya internetdə tanıdığınız birinə ingilis dilində danışa bilərsiniz. Yəni maksimum şəkildə özünüzü ingilis dilində əhatələndirməyə çalışın. Belə, uğurlar.